Hər kəsə salam. Görünüşümdən qorxmayın. Ev vidindəyəm. Bu videonu Jasminə necə mərcidən çörək düzəldirəm, onu göstərmək istəyirəm. Çünki mənə tez-tez xanımlar yazır ki, Aydan xanım, Jasminə nə yedizdirirsiniz, nə verirsiniz falan. Yəni gündəlik onsuz da normal səhər menyusu, günorta menyusu hər kəs kimi, yəni mən də normal supu düzəldirəm, kaşa düzəldirəm, manna kaşa olsun, Gerkules kaşası olsun və ya tvaroqla meyvələr qatıb verirəm, içərilər, yumurta verirəm. Yumurtanın həm ağın, həm sarısını da verirəm. Artıq 11 aylıqdır. 2-3 həftədən sonra Jasminin 1 yaşı olur. Ona görə yəni rahatçılıqla verə bilirəm. Günortalar indi məsələn çolpadan, kənd çolpasından sup düzəldirəm. İçinə nə qatacağam onu da göstərərəm sizə. Əslində supu bloqa qatmaq istəmirdim, amma yenə onu da paylaşaram sizlə. Əsas bu mövzu burada mərcidən necə çörək hazırlayıram. Çox dadlı olur. Yəni özüm belə onu yeyirəm də. Mən Jasminə əslində 7 ayından hətta 6 ayın ortalarından yavaş-yavaş çörək verməyə başladım ki, dişinə sürtsün. Təndir çörəyi verirdim və ya zavod çörəyi verirdim. 8-9 ayından sonra artıq özüm də biraz belə istədim ki, düzəldəm, bişirəm. Həm yeni ana olmuşlar məni başa düşərlər ki, adam biraz həvəsli olur, yeni nələrsə özü bişirmək istəyir, eləyir. Vaxtım olduqca da peçenyelər, kekslər falan düzəldirəm, ona alacalar düzəldirəm. Gələn vloqlarımda hətta kekslə də bağlı bir fikirlərim olacaq. Onunla da sizi hazırlayıb göstərəcəm və fikirlərimi bildirəcəm ki, necə kekslər əslində hazırlamaq lazımdır uşaq üçün. Axşam yeməyə də çalışıram, yüngül verəm. Arada olur ki, balıq falan verirəm. Günortalara əsas ət, toyuq, balıq, belə induşka qatırıq. Amma axşamlar yüngül verirəm. Əgər görəndə ki, məsələn, çox acdır, onda yenə də sup verirəm. İndi çörəyə başlayım. Mərcini əslində islağa qoymuşam. Yumuşalsın, göstərəcəm. Belə. Bu kənd çolpasıdır. İçinə qırmızı soğan atmışam. Bir dənə qırmızı soğan, bir dənə adi soğan, ağ soğan atmışam. 3 diş də sarımsaq atmışam. Bu tam bişsin. Hətta bunun içində pətənəyi falan da var. Məncə çox xeyirlidir. Hətta o bişəndə uşağa onu da verirəm, yeyir. 1 stəkan yarım mərci tökürəm, suda qalır. Bunu biraz belə qarışdırıb əslində yuram. Suyunu süzürəm. İndi tökmüşəm. Suyunu süzürəm, yenidən qoyuram. Artıq şişməyə qoyuram. Tam şişir. Ondan sonra keçirik növbəti ərzaqlarımıza. İndi mənim nəfəsim, həyatım, baseyndə çimib olub qıpqırmızı. Saçları da burulub. Nə deyirsən mənim izləyicilərimə? Nə? Denə. Denə, salam. Hə? Denə. Denə, salam. Nə olub? Mikrofonuma dəymə də qızım. Mamandır. Sənin mikrofonun var. Bu arada Jasminə aldığımız hovuz budur. Çox qəşəngdir. Yəni içini belə şariklarla doldururuq. İndi düzdür. Artıq çimi bilib deyənə oranı açmışam, o dip hissəni. Oradan su axır. Belə yəni kayfuyut da, əladır. Bu da onun qarpız kupalnika. Sarı kök tökdüm, bulğur, mərci tökdüm içinə. Çox az belə barmağımın belə bir ucunda bir damcı duz tökdüm. Bir də nehrə yağı. Bir dənə baba boydana atıram. Babadana atıram. Ortadan bölündü ki, biraz dadı olsun. Bunun isə biraz döş ətindən falan ayıracağam. Saxlayacağam. Qalan hissələrini isə supu verdikcə elə bir əzəcəm, verəcəm, yeyəcək. Bu qədər supu deyəcəksiniz ki, çox bişirmişəm. Amma bunu səhər-axşam da verəcəm. Yəni günorta axşam yeməyi kimi. Bir də artıq qalanda marazinika qoyuram. Hazır. Mənim üçün elə daha rahat olur. Jasmini yedizdirdim. Çimizdirdim. Çünki üstü baş bütün batmışdı. İndi də yatsıdırdım. Ucu çox yoruldum. Hələ çörəyə başlamamışım, ucu yoruldum mən. Çünki bir uşağı yəni yedizdirib, onu sonra təmizləmək, yəni mənə ancaq analar başa düşərdə nə demək istəyirəm. İndi isə mərcimiz artıq şişib. Normalda axşamdan səhərə qədər saxlasaz daha möhtəşəm olar. Amma belə tez bazar eləmək istəyirsinizsə 2 saat bəs eləyir onun şişməyi. Mərcini süzdüm. Blenderin belə məndə qabı var. Bunun içində eləyəcəm. Çünki mənə belə daha rahatdır. Sonra mayi halına gələndə belə rahat buradan tökə bilirəm. İndi mərcini bura boşaltmalıyam.
Mərci ümumiyyətlə uşağa çox xeyirlidir. Saçına, kipriyinə, həm vitaminlə doludur. Mərcidə səhv eləmirəmsə A, Y vitamini daha çoxdur. Bu qədər tutdu. 2 ədəd kənd yumurtası lazımdır. Siz əslində şəhər yumurtası ilə də eləyə bilərsiniz. Yəni heç bir problem yoxdur. Kənd yumurtası belə dedim, amma uşaq üçün kənd yumurtası istifadə etmək daha məntiqlidir. Baxın, yumurta ilə mərcini belə qarışdırıram. 1 ədəd qabartma tozu lazımdır. 10 qram. 10 qram da yəni bir dənə paçka eləyir. Bunu da tam qarışdırırıq. 3-4 qaşıq qatıq lazımdır. Siz smetanla da eləyə bilərsiniz bunu. Və ya kefirlə də eləyə bilərsiniz. Bu qatığı mənim qaynanam hazırlayıb. Ona görə bu qatıqdan qatacağam. Necə qabarır, şişir. Qəşəngdir. Demək ki, reseptimiz düz gedir. Belə fıtıq eləyir. 2 xörək qaşığı zeytun yağı tökürəm. Zeytun yağı da sırf uşaqlar üçündür. Bu zirə zeytun yağıdır. Üzərində elə kids yazılıb. Məsləhətlidir, çox qəşəngdir, tam vermir. Uşaq rahatçılıqla yeyə bilər. Qaşığın ucunda, tam ucunda duz tökürük. Əgər uşaq 2 yaşında, 3 yaşındadırsa, məsləhət görərəm ki, siz buna qoz da əlavə eləyərsiniz. Qoz, badam, fındıq. Fındıq çox yox, əsas da qozla badam. Onu siz kofemolkada da keçirdib qata bilərsiniz və ya əlinizdə belə qırıb, xırda-xırda eləyib, doğrayıb tökə bilərsiniz. Bütün ləvazimatları tökəndən sonra bunu tam blenderdən keçirmək lazımdır. Belə su kimi olmalıdır. Duxovkanı qoydum qızmağa, amma baxdım ki, evdə perqament qutarıb, kağız olur, belə qoyursunuz. O bitib, o yoxdur. Yəqin ki, buna belə töksəm yapışmaz. Bilmirəm, ilk dəfə eləyəcəm. Kağızsız, yəni ilk dəfə eləyəcəm. Bilmirəm, yağlasam, əslində yağlamaq lazımdır. Amma belə töksəm görəsən yapışar. Məncə yapışmamalıdır. Amma qoy yağlayayım. Beynim qarışdı. Biraz duru yağla yağlayaram kənarlarını. Yağladım və mayemizi tökək bura. Əslində yemək bişirməyi, belə süfrə bəzəməyi çox sevirəm. Amma o ki yeməyi bişirirsən, ondan sonra çıxan qablar var. Nə qədər də qabı yanın olsa, yenə də onun üçün təmizləyib yığmaq lazımdır. Yenə də yığmaq lazımdır. Bunu tökəndən sonra iş bitmir. Mən bunun üstünə ağ küncüt tökürəm. Çox ağ küncüt ümumiyyətlə çox xeyirlidir. Yəni böyüyə də, kiçiyə də. Biz bunu Türkiyədən almışdıq, amma məncə burada 100% ki satılır imanı bu firmanın, Tuğba firmasının. Küncüt, susam belə. Yəni qara küncüt də tökə bilərsiniz, amma ağ çox məsləhətlidir. Görünüş belədir. İndi bu gedir duxovkaya bişməyə. 190-180 dərəcədə onu bişirirsiniz. Amma bişirmə saatı normalda 1 saat falan olur. 40 dəqiqə, 60 dəqiqə. Amma hər duxovka fərqlidir. Məsələn, mənim duxovkam tez bişirir. Amma rəfiqəmin duxovkası biraz gec bişirmişdi. Ona görə biraz gözləyirsiniz qalxsın. Çünki onun ağzını tez açmaq olmaz ki, qalxmaz tam. Necə şirniyyatı necə bişirirsiniz, bu da həmçinin elə. Yəni bildiyiniz normal çörəkdir də, sadəcə unu yoxdur. Gözləyirsiniz biraz qalxsın, sonra altına, üstünə baxırsınız ki, yanmasın. Çörək bişdi, hazır, qalxdı. Bunu mən böyük qabda tökdüm. Balaca qabda töksəz, lap belə hündür olacaq, qalxacaq. Böyük qabda tökəndə o qədər də qalxmır. Yəni eninə olurdu, yəni hündürlüyü qalxmır. Altı belə olsa yaxşıdır, tam qızartmayın. Çünki tam qızardanda sonra qalıb quruyur. Baxın, bu da çörəyin içi yumuşaq olur da. İndi prosta istidir. Əslində bunu istisi doğramazlar. Sadəcə tez sizə göstərmək üçün bunu belə kəsdim ortadan. Bunu özünüz də yeyə bilərsiniz. Çox xeyirlidir. Yəni adi zavod çörəyindən məncə həftədə bir dəfə belə bişirib yemək olar. Təbii ki, özünüzə eləsəz gərək çox eləyəsiniz. Jasmin üçün bir həftəyə bu bəs eləyir, yəni. Sən öz kameran var, mikrofonun var. Ged ondan oyna da. Mamanın kamerasını nə edirsən? Hə. Yeyim səni. Yeyim səni. Çox nadincləşib. Jasmin son 3 gündür ümumiyyətlə çox nadincləşib.
Yəni, hər şeyi sökür, hər şey. Bildiyiniz əlinə nə çatır, əli hara çatır, hər şeyi dağıdır.